Ümumilikdə may ayının 22-si 23-nə qədər olan müddət ərzində Avropanın ECMWF Hava Tədqiqatları Mərkəzinin modelləri 100-dən artıq alt mənbə modelləri və yanıntı parametrləri onu göstərir ki, may ayının 22-si 23-nə qədər olan müddət ərzində Azərbaycanda hava şəraitinin hər keçən saat tez-tez dəyişilməsi gözlənir. Baxmayaraq ki, günəşli hava şəraiti olsa da, bu alıcı olacaq hava şəraiti tez-tez dəyişiləcək. Çünki konvertiv aktivliyin artması nəticəsində həm troposferin aşağı qatlarında, həm də troposferin orta qatlarında bu topa yağış buludlarının intensiv inkişafı riski yüksək qiymətləndirilir. Bu proses lokal xarakterli, güclü və şiddətli yağışlara, lokal doluya səbəb ola bilər. Bu barədə birbaşa olaraq həmin gün sistemin inkişafı baş verəndə artıq birbaşa pH və radar məlumatları əsasında qısa və lazım gələrsə uzun videolar kanalda yayınlanacaq. Yəni bu sistemin inkişafı və gedişi yaxından izlənilir və izləniləcək. Bu sistemin digər dalğaları da may ayının sonuna qədər Qafqaz arasında aktiv olacaq. Yəni ümumilikdə may ayında havanın temperaturu artsa da, artıq ikinci 10 günün sonlarında olur və üçüncü 10 günün temperaturu artsa da, bu hava şəraitinin tez-tez dəyişilməsinə səbəb olacaq. Çünki rütubət artacaq troposferin orta qatlarında və bu da yanğıtların bir xeyli lokal, lakin güclü olmasına səbəb ola bilər. Hətta bu topa yağış buludlarının şiddətli inkişafı əgər olarsa, bu dorunun iri dənəli yağmasına səbəb ola bilər. Bu da dünya praktikasında kifayət qədər təhlükəli bir atmosfer və hidrometeoroloji proseslər kateqoriyasına aiddir. Abşeronda dolu ehtimalı 1% belə olsa, biz bu riskləri nəzərə almalıyıq və alırıq. Çünki iqlim dəyişikliyi nəticəsində 14 apreldə müşahidə edilən sistem də təbii ki, modellər tərəfindən zəif göstərilir, lakin real zamanda bu sistem gücləndi. Artıq bundan sonra bu riskləri biz üst-üstə nəzərə almalıyıq. Çünki dolu prosesləri evlərin damına, avtomobillərə və təsərrüfat sahələrinə, yəni ağaclara, bitkilərə və digər əkin sahələrinə ciddi ziyan vura bilir. Şəhər təsərrüfatına, avtomobillərə, evlərə ciddi ziyan vura bilər ki, bu dolunun diametrinin iri dənəli yağması ehtimalları var. Bu barədə ən son təhlillər haqqında kanalda yeni videolar yayınlanacaq. Yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.